Famil bəy, mən bildiyim qədərindən, necə ki biz deyirik ki, bu turizm sahəsində hegemon şirkətlər var ki, onlar sizi tanıyırlar. Satın almalarda da bu belədir. Korporativ şirkətlərin idarə olunmasında satın alma rəhbərləri böyük satın almalardan söhbət gedir ki, onlar da çox yaxşı tanıyırlar ki, hansı nəqliyyat şirkətinin nəqliyyatları özünə məxsusdur, hansılarda isə yox. Bildiyim qədərindən korporativ daşınmalarda da çox böyük üstünlük təşkil edir sizin firma. Bəli, biz çox böyük şirkətlərlə bugünkü günü 10 ilə yaxınlıq korporatlarla işləyirik. Bilsiz, bayaq mən sizə qeyd etdiyim kimi, hər bir sahədə, Bakı balaca şəhər olduğu üçün hər bir sahədə gec-tez hər kəs bilinir. Yəni bu uzun getmir. Bayaq ki, çalaqçılara toxunduğum kimi, həm turizm sektorunda, həm korporatlarda, yəni belə deyək də, o çalaqçılara mən yalançılar kimi baxıram. Həmən yalanın da müddəti uzun getmir. Yəni bu həm korporatda, həm turizm sektorunda özünü göstərir. Bugünkü günü amma çox təəssüflər olsun ki, həmən o korporatlarda da, müəyyən böyük satın almalarda da, müəyyən böyük işçi heyətinin daşınması üzrə tender keçirildiyi təqdirdə heç bir bayaqki kimi vurğuladığım kimi nəqliyyat vasitəsi olmayan, heç bir ofisi olmayan, işçi komandası olmayan çalaqçılar işi udurlar. Amma sonda onlar, məsələ ondan ibarət deyil ki, tenderi udasan. Orada sərnişin daşıma məsuliyyəti var. Çox uzun getmir, mən sizə inandırım ki, 2-3 aydan sonra həmən o tenderi udan şirkət, çalaqçı şirkət işi çox pis vəziyyətə qoyduğu üçün yenidən tender elan olunur, düzgün şirkətə həvalə olunur. O şirkət də bizik. Siz deyirsiniz ki, baxın, bu qədər işlər görürük. İstərsə travelda olsun, istərsə korporativlərdə, istərsə gündəlik sifarişlərdə həddindən artıq çox olur və siz deyirsiniz ki, mən 7/24 işimin üzərindəyəm və mən özüm də hər birinə nəzarət edirəm. Bəs yaxşı, heç olmurmu ki, yorulursunuz? Hər bir sahədə yorulduğu kimi, düzdür, mənim də bəzən yorulduğum olur. Öz nəqliyyatın nə qədər sayı çoxdursa, işçi, komandalı sayı çoxdursa, ümumiyyətlə orada yorğunçuluq var. Mən sizə inandırım ki, mənim müəyyən dostlarım var ki, qohum əqrəbələrim var ki, onlar həm tikintidə və ya digər sahələrdə işləyirlər. Mənim onlara bəzən baxıllığımdır ki, bunlar gedirlər, aylarla məzuniyyətdə olurlar, falan olurlar, fəsməkan olurlar. Mən sizə inandırım ki, mən bu 15 ildə bəlkə 2 dəfə məzuniyyətə çıxmışam. Ümumiyyətlə, nəqliyyat sahəsi çox operativlik tələb eləyir, çox riskli məsələdir. Nəyə görə? Çünki burada yük daşımırsan, burada insan daşıyırsan. Və birinci növbədə bu, məsuliyyət. İkinci növbədə burada müştəri məmnuniyyəti var. Düzdür, yoruluram, mən də yoruluram, işçi komandam da yorulur arada. Amma mən bugünkü günü özümü onların qarşısında yorğun kimi göstərsəm, mən öz motivasiyamı aşağı saldığım təqdirdə onların da motivasiyası aşağı düşəcək, onlar da yorulacaq. Ümumiyyətlə, biznesmen oldu, rəhbər oldu, işini sevən şəxs oldusa, yəni yorğunçuluğunu işçi heyətinə bildirməməlidir. Motivasiyasını işçilərin qabağında salmamalıdır. Sən onu özündə dərk eləməlisən. Yəni biz bayaq sizə dediyim qayda bu iş mənim hobbimdir. Bu işi mən sevirəm. Bu işi mən A-dan Z-yə öyrənə gəlmişəm. Mən sizə inandırım ki, o qədər problemlər olub ki, o qədər çətinliklər olub ki, mən indi bugünkü gün nəqliyyat sektorunda nə qədər ən böyük çətinliklərdə olsa, mən onu adi bir suyu içmiş kimi baxıram mən o məsələyə. Çünki mən o qədər çətinliklərdən çıxmışam, mən o qədər problemlərdən çıxmışam ki, nəqliyyat sahəsində. Bayaq sizə vurğuladığım kimi 2-3 nəqliyyat vasitəsindən mən 20 dənə, 30 dənə travel şirkətinin işini aparırdım. Mən gecə səhərə yatmırdım. İnandırım sizi ki, Gürcüstandan gələn avtobuslar Bakıya, mən gecə səhərə yatmırdım ki, o avtobuslar gömrüyü keçəcək. Onlar da mal gətirirdilər, belə deyək də, mal deyəndə ki, yük gətirirdilər. O vaxtı gömrük buraxmırdılar. Hələ ümumiyyətlə ölkədə daxili travel yarandığı təqdirdə, misal üçün o vaxtı var idi, turizm az şirkəti var idi, Murad bəy dostumuzda Atlas Travel var idi. Ən böyük şirkət, ümumiyyətlə daxili turizm bu şirkətlər yaratdı. Yəni onlardan da soruşa bilərsiniz ki, yəni ilk dəfə daxili travel yarananda onların bütün avtobuslarını mən təmin edirdim. Mənim o cür həmən dövrdə Aytən xanım, cəmi 3 avtobusum var idi. 2 saat, 3 saat yuxu yatırdım ki, yəni məndə o məsuliyyət var idi ki, mən heç
Düzdür, elə olurdu ki, misal üçün kiməsə 4-3 Mercedes söz verirdim, avtobus gəlirdi, xarab olurdu. Mən ondan bir model olaraq aşağı avtobus yerirdim, amma heç kimi yarı yolda qoymurdum. O vaxt turizm birliyi yaradılmışdı, daxili turizmin birliyi yaradıldığı təqdirdə orada 60-70 turizm şirkəti var idi. Mənim 5 dənə də həmən dövrdə, 3 dənə də avtobusum olduğu təqdirdə fiziki şəxslər gəlirdi, həmən turizm şirkətlərini təklif edirdilər ki, gəlin biznes. Onlar bir adamdan maşın götürmürdülər. Deyirdilər, ancaq AFN-dən və familiya. Çünki mən bu işin məsuliyyətini dərk eləyirdim. O qədər olurdu ki, o qədər problemlər olurdu ki, mən gecə 7-24, yenə deyirəm, koordinatorum olmadığı təqdirdə mən 7-24, mən bu işin öhdəsindən, məsuliyyətcəsinə gəlib heç kimi yarı yolda, prinsipim buydu ki, heç bir kəsi yarı yolda qoymamaq. Əsas məqsədimiz budur. İndi bugünkü günü çox şükürlər olsun, yaxşı komandam var, 7-24 işləyən komandam var. Yenə deyirəm, bugünkü gün hər hansısa nəqliyyat sektorunda ən böyük problem də olduğu təqdirdə artıq mən ona su içmiş kimi baxıram. Bir suyu necə asanlıqla içirsən, mən bugünkü gün nəqliyyat sektorunda mən bu işi o cür yanaşıram, mən bu işə o cür baxıram.